İnfeksion xəstəlik keçirmiş uşaq neçə gün sonra məktəbə gedə bilər? Burada infeksion xəstəliyin növü önəmlidir. Məsələn, qrip infeksiyası keçirdibsə, 5 gün ərzində ev şəraitində müalicə olması önəmlidir. Çünki influenza virusu bütün bədən səthində əzələ zəifliyinə səbəb ola bilər ki, uşaq ümumi halsız dönəmini 5 gün dönəmdir ki, bunu ev şəraitində keçirtməlidir. Adenovirus və rotavirus infeksiyalarında 5 gün müddətində ishal olur ki, bu zaman uşaq diskomfort hissi keçirdə bilər və 5 gün müddətində yaxşı olar ki, ev şəraitində müalicə olsun və 5 gündən sonra məktəbə gedə bilər. Südçəyi infeksion xəstəlikdə isə səpkinin sonuncusu quruyana qədər ev şəraitində, bu da hardasa 14 günə qədər çəkir ki, yaxşı olar ki, ev şəraitində müalicəsi davam etsin və 14-cü gündən sonra məktəbə gedə bilər. Qızılca infeksion xəstəliyində isə səpkilər təmiz bədənə yayılır, hissəvi səpkilərin yayılmasını müşahidə edirik. Birinci baş, bədən və ayaqlarda tam ayaqlardan sorulub, qabıqlanma baş verdikdən sonra məktəbə gedə bilər. Bu da 8-10 gün müddətə qədər davam edir. Boğaz infeksiyası olan beta mikrobunda isə antibiotikə başlayıb 24 saat müalicədən sonra məktəbə davam edə bilər.